Mən elə bir saç istəyirəm ki, öz saç tiplərimdən fərqlənməsin, insanın natural saç tiplərinə oxşasın deyənlər, bu videonu sona qədər izləyin. Çünki belə natural saç tiplərinin insanın öz saçı olmadığına inana bilməyəcəksiniz. Qardaş deyir, uzun müddətdir sizin videoları izləyirəm. Xaricilərdə gördüyüm insanın öz saçından qətiyyən fərqlənməyən saç tiplərini yalnız sizdə gördüm deyirdi. Mən istəyirəm ki, öz saçlarımdan qətiyyən fərqlənməsin, toxunanda belə hiss olunmasın deyirdi qardaş. Qardaşa, əmi neçə yaşınız var deyəcəkdim ki, əmi nədir? Mənim 33 yaşım var. Məni ən çox əsəbləşdirən də yaşda məndən böyük olanların mənə əmi, dayı deməsidir. Qardaş deyir, səndən çox şey istəmirəm. Məni 10-15 yaş cavanlaşdıra bilərsən. Sənin neçə yaş cavanlaşdığı, hal-hazırda bu videonu izləyən dəyərli insan rəydə öz fikrini yazacaq. Biz də onları oxuyarıq dedim. Qardaş deyir, mən dron operatoruyam. Dronla yuxarıdan çəkiliş zamanı həmişə yerdə bir parıldayan bir şey görürdüm. Təzəlicə yaxınlaşdırıb baxmışam ki, sən demə o mənim parıldayan başım imiş. Saç insanın ən önəmli aksesuarıdır. Saç insanın özgüvənidir deyirdi qardaş. Mən belə bir şey istəyirdim, amma day bu qədərini də gözləmirdim. Sən deyəsən tükləri bir-bir başıma əkmisən, məni alladırsan deyirdi qardaş. Qardaşa, sənin saçın yaxşıdır, mənim saçım dedim. Biraz da bax mənə bax da gör. Dəridir. Təzə əkdirmişik. Mən bu qədər dəyişəcəyimi gözləmirdim. Sağ ol ki, məni öz yaşıma qaytardın. Bax bu kepkamı da sənə hədiyyə verirəm dedi.